Salam yoldaşlar. Hədəf kurslarının 30 noyabr 2025-ci il tarixində keçirdiyi blok imtahanı 11-ci sinif 1-ci qrup üzrə ə, son 3 sualına nəzər yetiririk. Başlayaq. 58 kütləsi 4 kilo cisim şəkildə göstərilən 3 qüvvənin təsirlə sükunət vəziyyətinin hərəkətə başlayır. Hərəkət müddətinin ilk 10 saniyə ərzində cismə təsir edən qüvvələrin əvəzedicisinin gördüyü işin neçə col olduğunu hesablayın. Bölgü arası masafa bərabərdir və 2 newtondur. Sürtünmə qüvvəsinin təsiri nəzərə alınmır. F1, F2, F3 bu qüvvələrin X və Y oxu üzrə proyeksiyalarına hesablayaq. Baxaq. F1 X nəyə bərabərdir? F1 qüvvəsinin X oxu üzrə proyeksiyası sola doğru 1 yəni -1-dir və hər bir bölgü 2 olduğu üçün olur -2. -1-i vurdum 2, -2. F1 X tapanda yuxarı doğru 1, 2, 3. Ona görə də hər birdə 2 olduğu üçün 3 vur 2 olacaq 6. Keçirik F2-yə. F2x bərabərdir 1, 2, 3. Sağa doğru 3 və hər biri yenə 2 olur. 3 vur 2, 6. F2y. İkinci qüvvənin Y opuz hərəkəti yoxdur. Yəni aşağı yuxarı getmir, ona görə də 0 olacaq. Keçdi F3-ə. F3x bərabərdir. Bunun da X opuz hərəkəti yoxdur. Yalnız şaquli hərəkəti var, yəni aşağı düşür. Ona görə də üfüqi hərəkət olmadığı üçün 0. Keçdi F3y-ə. Dedik ki, aşağı doğru 3 gedir, yəni 1, 2, 3 və hər biri 2 olduğu üçün 3 vur 2, 6 olacaq. Amma -6 olacaq aşağı doğru getdiyi üçün. Deməli, fx-i tapanda f1x plus f2x plus f3x hamısı toplandı oldu nə? 4. F2 tapanda f1y plus f2y plus f3y hamısı toplandı oldu necə? 0. Deməli, bir proyeksiyanın qiyməti 0-dırsa, digərinin qiyməti əvəzedici qüvvənin qiymətinə bərabərdir. Yəni, əvəzedici qüvvənin qiyməti 4-dür. Bunu tapdıq. Kütlənin bizə 4 kilo verib, onu təcrid tapa bilərik. A bərabərdir. F əvəzedici bölünsün kütlə. Yəni, 4 bölünsün 4, bu bizə verəcək 1. Deməli, təcrid qiyməti də 1-dir. Yaxşı. Sükunət vəziyyətindən başladığı üçün hərəkətə başlanğıc sürətin qiyməti 0-dır. Onda mən yerləşməni taparam. S bərabərdir. A, T kvadratı bölünsün 2 ilə. Təcili 1, zamanı bizə verib. İlk 10 saniyə ərzində olduğu üçün 10, yazırıq 10-un kvadratı bölünsün 2. Deməli, yerləşməmiz oldu 50 metr. Onda işi tapacağıq F vurulsun S. Əvəzedici qüvvənin görüşü tapanda əvəzedici qüvvəni vururuq yerləşməyə. Əvəzedici qiyməti 4, yerləşməsi 50, bu da bizə necə verəcək? 200 çox. Deməli, işimizin qiyməti 200 çola bərabər. Əvəzedici qüvvəni tapdım, yerləşməni tapdım və bunları bir-birinə vuranda bizə verir işin qiymətini. İşin qiymətimiz oldu 58-də 200 çol. Keçirik növbəti sualımıza. 59. Yer səthindən şaquli atılmış kütləsi 200 qram olan cismin kinetik enerjisi zamanı az qrafi verilmişdir. Deməli, kütləsi 200 qramdır, yəni M bərabərdir 0,2 kiloqram. 1000-ə böldüm, kiloqrama çevirdim. Cismin düşmə müddətinin yarısında tam enerjinin potensial enerjidən neçə joule çox olduğunu hesablayın. Deməli, yoldaşlar, burada T qalxma 4-dür. T uçuş 8-dir. 4 saniyə qalxıb 4 saniyə düşüb. Ümumi uçuş müddəti olub 8 saniyə. Bu zaman buradan başdan sürət taparam. T qalxma bərabərdir. V0 bölünsün J. V0 bərabər olur J T qalxma. J-si 10, T qalxması 4. Bu bizə nə verəcək? 40. Yəni, başdan sürətin qiyməti 40-dır. Buna maksimal qalxmanın biri neçə olacaq? H bərabərdir. V0 kvadratı bölünsün 2J. 40-ın kvadratı bölünsün 2 vur 10. Bu bizə verəcək 80 metr. Deməli, proses necə gedir? Deməli, belə gedir. Cismi yuxarı doğru atmışam. 20 metr bölü saniyə sürətlə, daha doğrusu 40 metr bölü saniyə sürətlə və keçib 80 metr hündürlüyə qalxıb. Sonra da həmin 80 metr hündürlükdən düşür aşağı və bu zaman burada dayandığı üçün artıq
4 saniyə ərzində qalxdı, növbəti 4 saniyə ərzində düşəcək və sərbəst düşəcək. Bir sıfırdan düşür. Bu zaman 4 saniyə qalxdı, 4 saniyə düşdüsə, düşmə müddəti deyir. Düşmə müddəti nə qədər oldu? 4 saniyə ərzində düşür və bunun yarısında, düşmə müddətinin yarısında deyir, onda 6 saniyə ərzində biz tapmalıyıq. 4 saniyə qalxıb, sonra düşmə müddətinin yarısında oldu 2 saniyə, 4 plus 2 deməli ümumi bizim zamanımız 6 saniyədir. 6 saniyə ərzində deyir ki, tam enerji potensiali neçə joule çoxdur. Demək yoldaşlar, tam enerji birinci tapaq. Tam enerji nəyə bərabərdir? Kinetik enerjinin başlanğıc qiymətinə. Çünki başlanğıc kinetik enerjinin qiymətində hündürlük sıfır olduğu üçün potensial enerji sıfır olur. Potensial sıfır olduğu üçün başlanğıc kinetik enerji ilə tam enerjiyə bərabər olur. Yəni M V sıfırın kvadratı bölü 2-dən mən də tam enerjini tapa bilərəm. Kütlənin qiyməti 0.2, başlanğıc sürətin qiyməti dedik 40-dır. 40-ın kvadratı bölünsün 2. Bu bizə neçə verəcək? 160-dır. Deməli, tam enerjinin qiyməti 160-dır. Potensial enerji nəyə bərabərdir? Buradan tapaq yer dəyişməsinə. H bərabərdir, sərbəst düşür. T kvadratı bölü 2. Y'si 10, T'si. Neçə saniyə ərzində sərbəst düşür? Yəni 4 saniyə qalxıb, sonra növbəti 2 saniyə ərzində sərbəst düşür. Onda 10 vur 2-nin kvadratı bölsün 2. Bu bizə verəcək neçə? 20 metr. Demək, 20 metr sərbəst düşərək hara gəlir? 60 metrə gəlir. 80 metrə qalxdı. 20 metr aşağı düşür 2 saniyə ərzində və yerdən olan hündürlüyü olur 60 metr. Bu zaman potensial enerji tapa bilərəm. Yerdə olan hündürlüyü 60 metr olduğu üçün M, J, H-la M-i 10-da 2, J-si 10, H-ı da bizə verib 60 metr. Bu bizə verəcək neçə? 120 joule. Deməli, 6 saniyə ərzində potensial enerji 120 joule olur, tam enerjisi 160 joule olur. Bizə də nə qədər çox olduğunu istəyir bizdən. 160-dan çıxacağam 120-ni, deməli 40 joule daha çoxdur. Cavabımız olacaq 40 joule. Növbəti sualımız 60. Kütləsi 52 olan cisim sürtünmə əmsalı 10-da olan üfüqi səthdə bərabər sürətlə hərəkət edir. Dartı qüvvəsinin 120 Newton olduğunu bilərək cismə təsir edən havanın müqavimət qüvvəsinin neçə Newton olduğunu hesab edir. Deməli, yoldaşlar, burada dartı qüvvəsi, müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. Yəni, dartı qüvvəsi hərəkət istiqamətinə yönəlir, müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. Sürtünmə qüvvəsi də yəni hərəkətin əksinə yönələn qüvvədir. Yəni, müqavimətlə sürtünmə qüvvəsi hərəkətin əksinə yönələn qüvvələrdir. Dartı qüvvəsi isə hərəkət istiqamətinə yönələn qüvvədir. Və burada onda üfüqi səthdə bərabər sürətlə hərəkət edirsə, əvəzedici qüvvənin qiyməti sıfırdır. Bu zaman sağdakı qüvvələrin cəmi soldakı qüvvələrin cəminə bərabər olmalı ki, cisim bərabər sürətlə hərəkət etsin. Ona görə də belə bir şey yazacağıq. F bərabərdir F müqavimət plus F sürtünməyə. Buradan da mən nəyə tapmalıyam? Müqavimət qüvvəsi. Müqavimət qüvvəsi onda bərabərdir F çıxılsın F sürtünməyə. F-in qiymətini bizə verib 120 Newton, amma F sürtünmənin qiymətini bizə verməyib. F sürtünməni taparıq onda M şeylə. Sürtünmə əmsalı 10-da 2, kütləsi 50, J-si də 10. Bu bizə nə verəcək? 100 Newton. F sürtünmə 100-dür. Onda müqavimət qüvvəsi bərabərdir. 120 çıxılsın 100, yəni 20 Newton. Deməli, müqavimət qüvvəsi 20-dir, sürtünmə qüvvəsi 100-dür. Sola doğru təsir göstərən qüvvələrin cəmi 120 Newtondur. Sağdakı da 120 Newton olduğu üçün bu zaman cisim bərabər sürətlə hərəkət edir. Deməli, cavabımız oldu 20. Bu birinci qrupun son 3 dənə sualı. Keçirik dördüncü qrupun son 3 suala baxmağa. Üstəsəl suallarına. Kütləsi 4 olan cisim şəkildə göstərilən 3 qüvvənin təsiri ilə sükunət vəziyyətində hərəkətə başlayır. Bu zaman bölgü arası məsafə bərabər 2 Newton sürtünmə qüvvəsi təsiri nəzərə alınmır. Bunu mən bayaq tapdım. 4 Newtondur. Yəni bu sualda da 58-dir, bəli. Orada əvəzedici qüvvənin qiymətini 4 tapmışdır. 88-də də cavabımız olacaq 4 Newton. 89-da deyir ki, hərəkət müddətinin ilk 2 saniyə, 8 saniyədə cismə təsir edən qüvvələrin əvəzinin gördüyü işin neçə joule olduğunu hesablayın. Deməli, əvəzedici qüvvəni tapdıq 4 Newton. Bu zamanı bizə verib artıq 8 saniyə. Kütləni, təzədən kütləyə baxaq, görə dəyişdiyi varmı? Kütləsi 4 kilo olan cisim, kütləsi 4 kilo.
Təşəkkür ki, bu zaman təcrid tapacağıq yenə A bərabər F əvəzedici bölünsün. Yenə eyni qiymətlərdə 4 bölü 4 olacaq. 1 S bərabərdir AT kvadrat bölü 2-dən. Sükunət vəziyyətindən başladığı üçün AT kvadrat bölü 2-dən istifadə elədim. A-sı 1, T-si 8, 8-in kvadratı bölsün 2. Bu bizə verəcək 64 bölsün 2, yəni 32 metr. Bunda iş bərabərdir. Əvəzedici qüvvə vurulsun yer dəyişmə. Yəni 4-ü vuracağam 32-yə. Bu da bizə neçə verəcək? 128 çox. Deməli, 89-un cavabı olacaq 128 çox. Və 90-cı sual şəkildə göstərilən 3 qüvvədən hansının müsbət iş gördüyünü, hansının mənfi iş gördüyünü və hansının gördüyü işin sıfıra bərabər olduğunu müəyyən edin və cavab vərəqində yazın deyir. Şəkildə baxmalıyıq indi. Mhm. Deməli, burada uşaqlar əvəzedici qüvvəni tapdıq neçə? Əvəzedici bərabərdir 4 newton. Yəni, əvəzedici qüvvənin x oxuza proyeksiyası deməli qiyməti 4-dür. Bölgüsü olacaq deməli 2. Çünki hər bir bölgəyə 2-si düşürdü də, 2 newton düşürdü. Onda x oxu üzrə qiyməti bu əvəzedici qüvvə belə olacaq. Aha. 2 bölgü sağa doğru 2 amma hər bir 2 newton olduğu üçün oldu 4 qiyməti. Y oxu üzrə də qiyməti 0 idi. F əvəzedici 4. F əvəzedicinin qiyməti bu istiqamətdədir. İndi sükunət vəziyyətindən başladığı üçün sürətlə əvəzedici qüvvə eyni istiqamətdə yönəlir. Çünki bərabər yerləşən hərəkət. Deməli, hərəkət istiqaməti də bu istiqamətdədir. Ona görə də e, qüvvə ilə hərəkət istiqaməti, yəni yerdəşmə istiqaməti arasında qalan bucaqlara baxacağıq. Bu zaman F1-in bucağı bu qədərdir. Yəni 90 dərəcədən böyük olduğu üçün F1 mənfi iş görür. F2-yə baxacağıq. F2 hərəkətlə eyni istiqamətdə yönəldiyi üçün, hərəkət istiqamətinə eyni istiqamət yönəldiyi, yəni yerləşmə istiqamətinə eyni istiqamət yönəldiyi üçün o müsbət iş görəcək.